Qardaş, hərdən olur insanlarla söhbət edilir, dindən belə söhbət düşür və dindən danışanda sanki boynunu qaçırmaq istəyir. Deyir ki, mənə ərəbin dini lazım deyil də. Sanki bu din xas ərəbə gəlib, yəni bütün insanlara gəlməyib də. Sanki boynunu qaçırdır, deyir mənə ərəbin dini lazım deyil də. Bu əslində düz deyir, qardaş. Sosial şəbəkələrdə daha çox yayırlar bu şübhəni. Məsələn, bir video paylaşılır, düzdür, dini, hər hansı bir video. Girib şərh bölməsində belə yazan insanlar var. Mənə ərəbin dini lazım deyil. Düz deyil, qardaş, belə deyirlər. Bu əslində, qardaşım, fikir versəniz, bunu deyən adam, gedin, baxın, araşdırın, yoxlayın. Görəcəksən ki, o, ərəbin dinini yox, o, Allaha qul olmaq istəmir. Allaha boyun əymək istəmir. Bu, məsuliyyətin altına girmək istəmir. Düzdür? O, sadəcə olaraq bu sözlə variantdır. O demək istəyir ki, mən əyilmək istəmirəm. Mən dinə tabi olmaq istəmirəm. Mənə ərəbin dini lazım deyil, yəni mənə Allah lazım deyil. Bu əslində bunu demək istəyir. Bu, qardaşım, elmi yol deyil. Elmi mövqe deyil. Bu söz elə bir ki, məsuliyyətin, yükün altından qaçmaqdır. Bu elmi yol deyil ki bu, bunu deyən adam. O demək istəyir ki, mənə Allah lazım deyil. Mənə din lazım deyil. O, insan həyatını dəyişmək istəmir. Öz həyatı var axı, yaşayır. Yiyib, içir, əylənir, kef damaq içində. Din nə deyir? Həyatı dəyişmək lazımdır. O cür həyat yaşamaq olmaz. Bu da o həyat içərisindədir deyə, kef damaq içindədir. Yiyib, içib, əylənir. İndi həyatını dəyişmək istəmir deyə, gül kimi yaşayır. Haram yox, halal yox, məsuliyyət yox, mükəlləfiyyət yox. Bu olar, bu olmaz. Bundan qaçmaq üçün neynir? Mənə ərəbin dini lazım deyil. O, həyatını dəyişmək istəmir ona görə. Bu birincisi. Günahlar içində yaşayır. Əlbəttə, günahlar içərisində yaşayır. Buna olar, olmaz deyən yoxdur. Falan şey olar, falan şey olmaz, falan şey yemək olar, falan şey yemək olmaz. Nə istəyir eləyir. Hə. Nə istəyir eləyir adam? Nə istəyir eləyir? İndi mənə ərəbin dini lazım deyil. Ərəbin dini bu elə təsəvvür edir ki, bu din ərəblərindir. Mən də ərəb deyiləm. Mənə o lazım deyil. Məsuliyyətin altından qaçmaq üçün. Bu bir. İkincisi, bunu deyən adam, qardaşım, biz baxanda görürük ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında qeyri-ərəblər dinə daxil olurdular. Peyğəmbərin sallallahu aleyhi və səlləmin yaxın çərçivəsində olan yaxın insanlar qeyri-ərəb idi. Əgər bu din ərəblərə nazil olsaydı, ərəbin dini olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm nə etməli idi emin? Kənarlaşdırmalıydı onları. Deməli idi ki, bu bizə xasdır, bizə gəlib, sənə aid deyil, sən daxil olma İslama. Kənarlaşdırmalıydı, icazə verməməli idi ki, onlar İslam dinini qəbul etsinlər. Amma biz baxanda görürük ki, bu belə deyil. Fars var idi. Məsələn, Salman Farisi ərəb deyildi, Fars idi. Həbəşi var idi. Rumlular var idi. Hansı ki, İslam dininə daxil olmuşdular. Və bu da o deməkdir ki, bu din ərəblərə gəlməyib. Ərəblər üçün olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm verməzdi imkan və girənləri də kənarlaşdırmalıydı ki, bu bizə aiddir, bizə xasdır. Bu ikinci cavab. Üçüncü cavab. Qardaşım, diqqətlə qulaq asın Emil. Bunu deyən adam Qur'ana inanan adamdırsa, o artıq bədbəxt olur. İkisindən biridir də. Maraqlıdır bizə. Bu sözü yazan adamlar, mənə ərəbin dini lazım deyil. Qur'ana inanır yoxsa yox? Qur'ana inanan adamdırsa, bədbəxtdir o insan, miskin. Necə? İnanmayandısa artıq
Məlumdur, ateistdir. Mənə ərəbin dini lazım deyil, bu aydındır. Yox, bunu Allaha inanan adam, Quran-ı Kərimə inanan adam deyirsə mənə ərəbin dini lazım deyil, Quran onların bu sözünü iptal edir qardaşım. Allah subhanahu və teala Quranda deyir: "Və mə ərsəlnəkə illə kəffətən linnəs." Biz səni, ey Muhammed, bütün insanlara göndərdik. Demədi ki, biz səni ərəblərə göndərmişik. Ona görə o sözü deyən adam qulaqlarını açıb bu Quran ayəsini oxumalıdır. Gör, sənin dediyin sözlə Allahın dediyi söz üst-üstə düşür, yoxsa yox? Yaxud digər ayədə Qul, ya əyyuhənnəs, ey Muhammed de. Nəs? Ey insanlar, ey ərəblər yox. İnni Rasulullahi ileykum cəmiən. Mən sizin hamınıza göndərilmiş Rəsulam. Demədi ki, mən Allah xəbər vermədi ki, ey Muhammed de, mən ərəblərə göndərilmiş Rəsulam. Qul, ya yuhənnəs, inni Rasulullahi ileykum cəmiən. Hamınıza göndərilmiş Rəsulam. Yaxud digər ayədə Furqan surəsində nə deyir Allah? Təbarəkəl-ləzi nəzzələl furqanə alə abdihi liyəkuna lil-aləminə nəzira. Aləmlərə xəbərdar olaraq, xəbərdarlıq edəsən deyə, qorxudasan, müjdəliyəsən deyə biz sənə Furqanı verdik. Ərəblərə xəbərdarlıq edəsən deyə lil-aləminə nəzira. Aləmi xəbərdar edəsən. Bu da dəlalət edir ki, Quran ərəblərə nazil olmuyor. Yəni, Quran ərəbin dini, bu din ərəbin dini deyil. Bundan əlavə, cavab olaraq deyirik ki onlara, qardaşım, əgər bu din ərəbin dini olsaydı, onda İslam dini ərəblərin adətini ləğv etməzdi. Başa düşülür bu Emil? Ərəblərin özlərinin yaşayışında adətləri var idi. Quran gəldi, bir çox ərəblərin adətini iptal etdi, ləğv etdi. Bir millətin dini öz millətini sındırar yoxsa yox? Sındırmaz. Nə qədər ərəblərin adəti var idi ki, şəriət bu din gələndə dedi ki, o adətləri ləğv edin. Biz adətləri olub ərəblərin. Məsələn, qız uşağı nə edirdilər? Diri bastırırdılar. İlgənc bir çox adətləri olub, urfları. Şəriət bu din gəldi, hamısını ləğv etdi. Elə ərəbin dinidirsə, mənim adətimi niyə əl deyirsən ki? Başa sala bildin? Bundan əlavə, qardaş, bax Emil, burasına diqqətlə qulaq asın. Bu sözü deyən var, miskin. Mənə ərəbin dini lazım deyil. Yaxşı. Hesab edək ki, bu din ərəbindir, sən ərəb deyilsən, sənə xarici millətin dini lazım deyil. Başa düşdüm. Səlləmlə cədələn. Münaqişəyə xatir razılaşdım. Sən ərəb deyilsən, bu din ərəblərindir, mənə qeyri, xarici millətin dinin gətirdiyi din lazım deyil. Nə sual verirəm sənə? İbrahim, sual veririk o insana. O səndə olan dəyərlər var, hansı ki sən o dəyərləri özün üçün məsələn müqəddəs sayırsan, yaxud əməl edirsən, yaşayırsan o dəyərlərin üzərində. O dəyərlər məgər sənindir ki, sən onlarla necə rəftar edirsən? Məsələn, qardaş, texnologiya bizim milli kökdən çıxıb, texnologiya bizimkidir. Məsələn, maşın hara texnologiyası? Almaniya. Alman texnologiyası. Sürürsən yoxsa yox? Sürürsən. Məsələn, internet sistemi. İnternet hardandır? Xaricidir. Amerika sistemidir. İlk qoyulub ABŞ-da. Yox. İndi sən o qeyri millətin dediyi şeyi niyə istifadə edirsən ki? Səninkidir ki bu. Yaxud məsələn tibb emin. Elementar misal tibb. Yox. Mən də deyirəm ki onda mənə Hipokratın
gətirdiyi tip lazım deyil. Bizim milli kökdən çıxmayıb ki bu. Nə sənindir ki güya? O deyir, mənə ərəbin dini lazım deyil. Nə sənin özünündür ki? Bu hüccətlə, bu argumentlə, bu burhanla, onda biz bir çox şeyləri dəf etməliyik özümüzdən. Bizim özümüzün yoxudur onlar. Hamısı qeyri, xarici millətlərindir. Elə bir getməsən bir həkimin yanına, həkim sənə deyir ki, falan şey yemək olmaz, falan şey içmək olmaz, bunlara riayət eləməlisən. Sən də deyirsən ki, yox qardaş, başıma dəysin sənin məsləhətin. Mənə Hipokratın gətirdiyi tip, yaxud Yunanların misal üçün gətirdiyi tip mənə lazım deyil. Mənə ərəbin dini, ərəb deyilsən deyə, ərəbin dini lazım deyil sənə. Bunu deyirsənsə, sən də indi Amerikan deyilsən, qardaş. Yaxud falan millətdən deyilsən. Onların gətirdiyi şeyini istifadə edirsən ki, dünün ki, qardaşım, mənə falan kəslərin tibbi lazım deyil. Başıma dəysin sənin məsləhətin. Eləmirəm. Sənin millətinin özünküdür ki, bu. Yəni, demək istədiyim odur ki, bu şübhə, batıl şübhədir. Məntiqlə də düz deyil. Bunu deyən, bunu da deməlidir. Bundan əlavə, qardaşım, bu din ərəblərin idisə, nəyə görə ən çox işgəncə çəkənlər ərəblər oldu? Zülmə, əziyyətə məruz qalanlar ərəblər idi. Yox. Peyğəmbər sallallahu aleyhi və səlləmə ən çox əziyyət verən kim idi? Qureyş. İşgəncə verirdilər. Ərəblərə, ərəbin dinidirsə, nəyə görə? Alınmır bu. Ona görə biz deyirik ki, bunlar hamısı, xülasə, cavab olaraq, bunlar hamısı dindən qaçmaq üçün, dinə boyun əyməmək üçün, Allaha qul olmamaq üçün, məsuliyyətin altına girməmək üçün həyatlarını dəyişmək istəmir insanlar. Deyir, qardaşım, mənə ərəbin dini lazım deyil. Sən deyirsən, mənə ərəbin dini lazım deyil. Biri də çıxıb deyər ki, mənə filan kəsin şey lazım deyil, mənə filan kəsin nəyisə lazım deyil, nəyisə lazım deyil. Onda o məntiqdə çox şeyləri rədd edəcəksən. Amma sənə dəyərli olan şeylər həyatında hansı ki istifadə edirsən, sən bu hüccətlə onları silib atmırsan. Sənə bu din xoş deyil, ona görə qardaş. Sən dinə təslim olmaq istəmirsən, ona görə. Başqa şey, yoxsa ərəb, türk. Bu söhbəti deyil orada. Sən Azərbaycanlısan, o ərəbdir. Mənə ərəbin. O söhbət deyil burada, qardaş. O söhbət deyil. Başa sala bildim, Emil? Elhamdülillah.